Hansda nəyə deyəcəkdim? Nə deyəcəkdim deməli valeologiyaya bağlı. Valeologiya sağlamlıq haqqında elm deməkdir. Valeo sağlamlıq, logos elm deməkdir. Bu valeologiya elə belə yaranmayıbdır. O müəyyən bir zaman tələb olunurdu ki, valeologiya kimi bir elm yaransın. Əvvəllər insanlar ancaq xəstəliklərlə əlləşirdilər və həkimlər ancaq xəstəlikləri öyrənirdilər. Heç kəs sağlamlığın fikirləşmirdi. Fikirləşirdilər ki, sağlamlıq elə insana verilən bir varlıqdır. Sadəcə əvvəllər çoxdur, sonra da insan yavaş-yavaş itirir. Ümumiyyətlə, sağlamlıq haqqında insanın düşüncələri haçan əmələ gəldi? Haçan ki, ilk artıqlıq yarandı. Məhsulların artıqlığı, yemək-içmək artıqlığı. Ona kimi insanların sağlığı o qədər də önəmli deyil idi. Elə ancaq 15-16-20 yaşına çatıb ölürdülər. Sonra o ki, varlılar başladı özləri üçün yaxşı yaşamağa, onlar istədilər ki, çox yaşasınlar. Və o çox yaşamağın da başladılar şərtlərini araşdırmağa ki, nə deməkdir çox yaşamaq. Və burada da ortaya bu konsepsiyalar çıxdı və inkişaf elədi. Çin mədəniyyətində, Qərb mədəniyyətində, Hind mədəniyyətində bunlar araşdırdılar, nədir, nə deyil, insanın sağlamlığına mənfi təsir eləyənlər nədir, müsbət təsir eləyənlər nədir. Və bunların hamısı zaman və zaman dəyişilirdi, sonra itirilirdi, sonra yenidən bərpa olunurdu, sonra yenidən kimsə bunu təhrif eləyirdi, sonra yenidən kim nə istəyirdi, fırladır, deyilirdi. Nəhayət ki, 80-ci illərin axırında dünyanın ən güclü və ən humanist dövləti Sovet İttifaqında bu məsələləri ortaya qoydular yahudilər və valeologiya elmini təsis elədilər və valeologiyada sağlamlığa təsir edən amilləri ortaya qoydular. Çünki başqa ölkələrdə buna ehtiyac yox idi, heç vaxtda yox idi ehtiyac. Rəsmi olaraq ehtiyac yox idi. Qeyri-rəsmi bunu edirdilər əlbəttə ki, deyək ki, həmən Çin mədəniyyətində, Çin təbabətində, həmən qədim Hindistan təbabətində və onlarda müəyyən bir dünya görüşü, baxışı və yanaşması var, adları da var. Deyək ki, Çində bu U-Çindir, Hindistanda bu Ayurvedadır və digər də var. Qədim şərq bilicilərindən İbn Sina da bunlardan agah idi və onları da hamısını cəmləşdirib öz kitablarında göstərmişdi bunların hamısını. Amma daha çox insanları maraqlandırırdı xəstəliklərdən sağalma maraqlandırırdı. İnsanları sağlamlığını qorumaq üçün elə bir vaciblik yox idi. Çünki kim qoruyacaqdı? Kasıbların hər saniyəsi ölümlə bağlı idi. İstənilən saniyə rəhmətə gedə bilərdilər müharibələrdən ya xəstəliklərdən. Amma varlılar, onlar öz şəraiti üçün yaxşı yaşayırdılar deyə, onlar çalışırdılar ki, ömürlərini uzun eləsinlər və bunun üçün araşdırma aparırdılar. Uzun ömürlüklərin bizdə faktla çatan sırağa gündə mən paylaşmışam Facebook səhifəmdə. Amma ondan qabaq belə bir məlumat var idi ki, Min sülaləsinin bir imperatoru Min Çinzu 250 yaş yaşayıb və tam aktiv həyat tərzi aparıbdır. Həm 2000 arvadı olubdur, həm döyüşlərdə iştirak edibdir, həm aktiv siyasi və ictimai fəaliyyət aparıbdır. Yəni, o da vəfat eləyəndən sonra özündən qızıl və digər əşyalar yox, məhz əl yazmalar, sağlamlığa aid və s. bunun kimi məlumatlar saxlamışdı və 1977-ci ildə Çində bunu aşkara çıxartdılar və bu da Çin xalq təbabətinin böyük xəzinəsi hesab olunur. Bunların bu məlumatları bizə hissə-hissə gəlib çatırdı. Belə rahatçılıqla gəlib çatmırdı. 60-cı illərdə SSR-də yoqalar haqqında bir sənətli film çəkilmişdi. İndiyski yogi Ktuani. Oradan da müəyyən məlumatlar var idi ki, yoqların insan bədəninin fiziologiyasını idarə olunmasını, özlərinin ürəyini dayandırıb sonra istədilən vaxt hərəkətə gətirilməsi, bağırsaqların geri işlənməsini, susuz, havasız, ruhsuz qalmalarının insan imkanlarından, hüdudundan çox-çox irəli getmələri, bunlar hamısı müəyyən ciddi araşdırmaçıların diqqətini cəlb eləmişdir. Müəyyən bu araşdırmalar nəticəsində də 80-ci illərdə belə bir elm yarandı. Valeologiya. Valeo, sağlıq, logos, elmdir. Niyə görə bu yarandı? Çünki SSR-də yeganə ölkə idi ki, orada təbabətin prinsipi, 3 prinsipi var idi. Kütləvilik, profilaktiklik, pulsuzluq.
və hər hansı bir xəstə insanın qalmağı problem yaradırdı. Ona görə də bütün işlər yönəlirdi ona ki, nə tez bir zamanda insanları sağaldaq. Fərdi sağalmaq bir tərəfə qalsın. Burada ictimai tədbirlərin görülməsi daha vacib bir amil kimi ortaya çıxırdı. Və bu ictimai amilləri araşdırarkən, sonra da Dünya Səhiyyə Təşkilatına təqdim edərkən, bunlar 3 məsələni ortaya qoydular ki, sən demə, səhiyyə sistemin vəziyyətindən insanın sağlamlığı cəmi 10% asılıdır. 20% ətraf ekoloji durum, 20% insanın irsiyyəti və 50% insanın həyat tərzindən asılıdır. İnsanın həyat tərzinə daxildir bir neçə amil. Qida tərzi, su qəbulu tərzi, hərəkət tərzi, istirahət tərzi, düşüncə tərzi. Əgər bunları insan doğru düzgün edirsə, onda insan daha sağlamlı olur və xəstələnmir. Bu amilləri ortaya çıxararkən hər bir kəs özü üçün nəsə götürdü və ortaya gətirdi ki, bəli, insan sağlamlığına məsuliyyət məhz insan öz üzərinə düşür. Bu isə böyük problemlər yaradır. Çünki insanlar istəmirlər məsuliyyəti öz üzərinə götürsünlər. Onlar istəyirlər ki, kiminsə boynunu açsınlar. Səhiyyə sisteminin, həkimlərin, müəssisənin, dərmanın, avadanlığın, mütəxəssisin, hər kiminsə, loğmanın, təbibin, amma öz üzərinə götürmək istəmirlər. Amma bu tədqiqatlar göstərir ki, insanların məhz 50% həyat tərzi onların özlərindən asılıdır. Bu da böyük problemdir. Belə. Deməli, nədir bu həyat tərzindəki olan məsələlər? Qida tərzinə. Qida tərzinə gəldikdə insanın anatomo-fizioloji quruluşu, dişin, mədə, bağırsağın və digər sahələrin quruluşu onu göstərir ki, insanlar daha çox çərəzlər, bitki və meyvə tərəvəzlərdən qidalanmağı üstünlük verilməlidir. Əlbəttə ki, insanın qarışıq qida tərzi də var, amma ət və ət məhsulları insan orqanizmdə elə bir proseslər yaradırlar ki, belə deyək də, insan bağırsaqlarında iki cür proseslər gedir. Çürümə və qıcqırma. Çürümə nəticəsində elə məhsullar yaranır ki, indol, skatol, fenollar və digər. Onlar insanda xərçəng, allergiya, qocalma, tez vəfat eləmə və s. kimi fəsadlar yaradır. Qıcqırma prosesi nəticəsində elə maddələr yaranır ki, onlar insan orqanizmini uzun ömürlü və davamlı eləyir. Çürümə prosesinə səbəb ət və ət məhsullarıdır, heyvani üzvlallardır. Qıcqırma prosesinə süd və lifli bitkilərdir. Və bunlara görə də insanın bağırsağı, dişi, onun bağırsaqda olan bakteriozu göstərir ki, insanlara daha çox süd məhsulları, südün özü yox. Südün özü insana, bağırsaqlarda böyük insanlarda selik yaradır. Amma süd məhsulları bol istifadə eləmək olar. Lifli, dənli məhsullar, lifli məhsullar, meyvə, tərəvəz, çərəzlər və s. Bu qidaya bağlı. Su tərzinə bağlı. İnsanlar gərək gün ərzində 2 litrdən 10 litrə qədər su istifadə eləsinlər, maye şəklində. Ən düzgün su da bulaq suyudur. Bu da istiliyindən, iqlimin soyuqluğundan asılı olaraq, fəsildən asılı olaraq da o dəyişilə bilər. Amma hər halda insanlar üçün su qəbulu çox vacibdir. Hətta həkimlikdə də belə bir norma qoyurlar ki, ən azı 2 litr sutkuya. Çay şəklində, suplar, şirələr şəklində, suplar şəklində, su şəklində. Ən doğru insan üçün içmə bulaq suyu. Bulaq suyu da çay suyu, axar sular, bunlar ən doğrusudur. Bulaq sular, dağ bulaq suları isə lap yaxşıdır, çünki onlar həm restrukturizasiya olunur. Buradan ən son elmi məlumatlardan ondan ibarətdir ki, insanın tək kimyəvi strukturu yox, yəni H2O, həm onun fiziksel olaraq 3 aqreqat vəziyyəti buz şəklində, maye şəklində və qaz şəklində yox. Onun hətta bu son 10 ildə aydınlaşdırırlar ki, suyun klaster strukturu da var.
Klaster strukturu isə suda formalaşır təmasda olduğu obyektlərdən götürdüyü informasiya nəticəsində. Və bu klaster strukturu da özündə informasiyanı saxlayıb ötürə bilir. Yəni, insan sudan ibarətdir 90%, uşaqlar 95%, böyüdükcə su tərkibi azalır. Amma su çox əhəmiyyətlidir insan. Ona görə də hansı suyun qəbul olunmasından asılı olaraq insanın da sağlamlığına bu bir nömrəli təsirdir. Qida ilə yanaşı su da çox vacibdir. Nədir burada məsələ? Klaster strukturu belədir ki, insana mənfi və müsbət informasiya ötürə bilər. Bu haqda beynəlxalq jurnalistlər, tədqiqatçılar xüsusi 2 seriyalı sənətli film yaradıblar. Adı da elə belədir, Su. Rus dilindədir, ya ingilis dilindədir, tərcümə olunubdur. Orada tam göstərilir ki, suyun klaster strukturunu sublimasiya effekti ilə eləyib şəklini çəkmək olar. Michisuta Emoto, birinci Yapon alimi bunu eləyəndən sonra bu böyük bir kəşf kimi qeyd olundu. Qısası, maraqlananlar baxa bilərlər, konferansı uzatmayım. Suya əgər mənfi emosiyalar, insanın emosiyaları yaxud da ki, ətraf emosiyalar daxil olursa, su özündə saxlayır bu mənfi emosiyaları, sonra da daxil olan yerlərdə mənfi təsirini göstərir. Əgər müsbət bir şeylərlə təmasda olursa, su həmən o suyu qəbul edərkən insanlarda müsbət bir şey yaranır. Orada da o filmdə də o faktlar da göstərilir ki, gizli iclas keçiriləndə ancaq insanların necə kimyəvi silahla zəhərlənməsi haqqında söhbət olunan iclasda otaqda heç nə yox idi bir sudan başqa və həmən iclasın iştirakçıları hamısı sonra həmən dərmanlardan, həmən zəhərli kimyəvi maddələrin zəhərlənmə simptomları ilə hamısı hospitalizasiya olundu. Eyni zamanda o müəyyən rahiblər var idi ki, onları işgəncə adı ilə çirkab suları verərkən onlar dualar edirdilər və həmən duaların klaster strukturunu dəyişərkən klaster strukturu həm kimyəvi, həm fiziki strukturdan üstün bir struktura malikdir. Yəni daha bir altituda dərin bir məsələdir. Və o suları artıq onlar rahat içib və uzun müddətli yaşaya bilirdilər və o su onlara ziyanlıq vermirdi. Eyni zamanda dənizdə tənha qalan insanlar da əgər dəniz suyunu içmək mümkün deyil, çünki çox duzludur. Amma xüsusi əgər vəziyyətdə dua eləyə bilirsənsə, o su xüsusi klaster strukturu dəyişir, durulaşır və insan orqanizminə uyğun olur. Və su haqqında qısası bu qədər. İnsanın hərəkət tərzi, insan təkamül nəticəsində aktiv, fəal bir canlı kimi formalaşıb və ona görə də son 60-70 il əsasən Avropa və inkişaf edilmiş ölkələrin şəhər əhalisində böyük bir problem ortaya çıxır. Onu da bir sözlə qeyd etmək olar, hipodinamiya, yəni az hərəkətlilik. Və bu da bir çox siyasi xəstəlikləri gətirib çıxartdı. Bunların sırasında xərçəng, şəkərli diabet və ürək damar xəstəlikləridir. Və bunlar da məhz az hərəkətliyin nəticəsində yaradan bir fəsadlardır. Yəni, insan hərəkət eləməlidir, fiziki aktivlik göstərməlidir, əzələ hərəkəti olmalıdır. Amma orta, belə götürək ki, şəhərdə yaşayan insanın həyat tərzi təxmini belədir də. Uca mərtəbəli evlərdən lift vasitəsilə düşür, arabasına minir, tıxaclarla harasa çatır, hansısa bir iş yerində çox vaxt ofis şəklindədir. Oturaq həyat tərzində gərgin əmək aparır, zehni əmək daha çox olsun bu şirkət, bank, yaxud da ki, başqa bir şərait. Ondan sonra yenə arabasına minir, yenə liftlə qalxır evə və yenə də uzanır, divanda, televizorda pultla hərəkət edir və belə həyat tərzində gün və gün təkrar olan həyat tərzində aktivlik, fiziki aktivlik çox aşağı olur. Və çox aşağı olduğuna görə də burada bir çox xəstəliklər də ortaya çıxır, meydana çıxır. Və belə olan halda bir çox xəstəliklər yaranır.
Bu hərəkət tərzindən idi. İstirahət tərzinə. İnsanın istirahət tərzi heç nə eləməmək deyil, fəaliyyət növünün dəyişməsindən daha çox sağlamlığa asılıdır. Bu da fizioloqlar tərəfindən, Sechenov, Pavlov tərəfindən ortaya çıxarılıb qoyuldu ki, nə qədər insan bir fəaliyyət növündə ki, fiziki fəaliyyət növündə məşğuldursa, istirahəti yaxşı olardı ki, zehni fəaliyyətlə davam eləsin. Bu daha yaxşı fiziki istirahətə gətirir. Və əksinə, əgər insan zehni əməklə məşğuldursa, o gərək fiziki əmək eləsin ki, dincəlsin yaxşı. Və nəhayət, düşüncə tərzi. Düşüncə tərzində gəldikdə burada böyük problemlər var. Məsələn, ondadır ki, insanın düşüncəsi, təfəkkürü, psixologiyası haqqında elmdə hələ kifayət qədər mötəbər üsullar yoxdur, obyektiv bunu öyrənmək üçün. İnsanın düşüncəsi, təfəkkürü min illərdir qərb dünya görüşündə fəlsəfənin daxilində inkişaf edirdi. Yalnız 1859-cu ildə Leipzigdə ilk eksperimental psixologiya laboratoriyası açılanda psixologiya bir elm kimi ortaya çıxdı və obyektivləşdirməyə çalışdılar ki, insanın hansı psixoloji hərəkətləri var. Və əlbəttə ki, bu sahədə ən böyük nailiyyəti dünya şöhrətli Nobel mükafatı laureatı İvan Pavlov ortaya qoydu və burada insanın ali sinir fəaliyyətinin qanunlarını ortaya çıxartdı, şərti və şərtsiz reflekslər və s. Və bununla da elmi araşdırmaları ortaya çıxartdı. Ondan sonra Vygotsky'nin düşüncə və təfəkkür, dil, yəni nitq, düşüncə. Bunların əlaqələrini ortaya qoyandan sonra artıq aydın oldu ki, insanın müəyyən fikirləri müəyyən məsələni formalaşdırır. Böyük əhəmiyyət kəsb elədi Sigmund Freud'un kəşfləri, hansı ki, ispat elədi ki, insanın psixikasında, düşüncəsində 99% insanın şuuraltı deyilən bir psixoloji fəaliyyəti tutur. Yəni, insanın şuurlu düşüncəsi heç 1% də təşkil eləmir. Halbuki biz özümüzü şuurlu bir varlıq hesab edirik. Bunlar hamısını nəzərə alaraq demək olar ki, düzgün düşüncə ondan ibarətdir ki, bugün, əgər son, belə deyək ki, keçən ilin və ondan qabaqki illərin fəaliyyətlərinin, elmi nailiyyətlərinin hamısını cəmləşdirsək, psixosomatika deyilən bir sahə var. Yəni, insan həm bədəndir, həm təfəkkürdür, həm ruhdur. İnsan varlığı bu üçünə eyni vaxtda işləyir. Üç aspektdən ibarət olsa da, eyni vaxtda işləyir. Biz ruha bədənik, bədənə ruhuq. Və xəstəliklərin yaranmasında insanın düşüncəsi, qorxuları və şuur altında baş verən hadisələr daha önəmlidir. Burada Rike Hammer'ın yeni Alman təbabəti sahəsini qeyd eləmək olar. Burada Joe Dispenza'nın neyropsixoimmunologiya sahəsini qeyd eləmək olar. Burada bir çox müəlliflər var ki, Liz Bourbeau, Louis Leakey, Melnikov, Sviyaş, Jose Silva, Narbekov və digərləri ki, hansı ki göstərir ki, insanda düşüncəsi, insanın fikirləri, insanın qorxuları, həyəcanı beyində, qabıqda əks olunub sonra qabıq altı strukturlarda öz həllini tapıb, endokrin və sinir tənzimləmələri ilə insan orqanizmə təsir eləyir, insan hüceyrələrinə, immun hüceyrələrinə təsir eləyir və bununla da insanda müəyyən xəstəliklərin yaranmasını ortaya gətirir. Bütün bu bilikləri